Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugünkü mövzumuz İslam dilində ən böyük günahlardan biri olan sehirbazlıq və cadügərlik haqqındadır. Bu günahın ən böyük günahlardan olmasının dəlillərinin başında əlbəttə Quran-ı Kərimin aşkar ayələri gəlir. Bundan sonra Peyğəmbər əleyhissalamın bu əməli, bu günahı 10 ən böyük günahların sıralamasında göstərməsidir. Deməli, bu günah sehir və adından da gördüyü kimi cadudur. Bunlar bir-birinə sinonim sözlər olsalar da, lakin bunlar fərqli fəaliyyətdir. Sehir ümumiyyətlə illüziyanı və aldatmanı, təlqini ifadə edir. Digəri cadu isə həqiqi sehri və təsiri insanların sağlamlığına, birbaşa həyatlarına, həyat fəaliyyətlərinə həqiqətən gerçək bir təsiri ifadə edir. Quran-ı Kərimdə bu əməl ən böyük günahlardan olaraq göstərilir. Ümumiyyətlə, Quran-ı Kərimdə bu hadisələrdən Peyğəmbər əleyhissalamlardan Musa əleyhissalamın ən çox Quranda adı keçən Peyğəmbər Musa əleyhissalamdır və onun dövründən bəhs edir və onun dövründə Musa əleyhissalamın sehirbazlarla diyaloqunda Quran-ı Kərimin bir çox surələrində danışılır. Bunların birində Allah Teala Əl-Bəqərə surəsinin 102-ci ayəsində buyurur ki, Yahudilər Süleymanın mülkünə dair şeytanların oxuduqlarına, sehir kitablarına uydular. Süleyman bu kitablara uymadığı üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Gördüyümüz kimi burada Allah Teala həqiqətən sehirdən danışır və onların bəzi rəvayətlərdə güya iki mələk həqiqətən də yer üzərinə sehir gətirmişdir, sehir duaları gətirmişdir ki, bunlar ümumiyyətlə hədislərlə, əsasında Əhl-i Beytdən gələn hədislərlə inkar olunur və burada Allah Teala bu işlərlə məşğul olan insanların, Yahudilərin kafir olduqlarını açıq-aşkar bildirir. Ümumiyyətlə, Qurandakı hadisələr Musa əleyhissalamın vaxtından söhbət açılan sehirbazların fəaliyyəti Misirdə həyata keçirilir, Misir barədə danışılır. Misirdə bu fəaliyyəti kahinlər həyata keçirirdilər və onlar olduqca savadlı insanlar idilər. Onlar kifayət qədər dərəcədə fizika və kimyanın qanunlarını bilirdilər və maddələrin bizə naməlum olan hadisələrini adi insanlardan daha yaxşı bildikləri üçün müəyyən sehir göstərirdilər və cəmaatı Fironun Allahlığına inandırmağa çalışırdılar ki, və onlar Fironun yanında müəyyən böyük məqam sahibi idilər və Quran-ı Kərimdə də onların diyaloqu keçir. Musa əleyhissalamla onlar bir gün vədələşib Musa əleyhissalama dedilər ki, ya sən əlindəkini at, ya da biz ataq. Musa əleyhissalam dedi ki, buyurun siz atın. Onlar əllərdəki yerə atdıqda böyük sehir göstərdilər Quranın ayələrinə görə və Allah Teala buyurur ki, Musa da qorxuya düşdü və Allah Teala buyurdu ki, ya Musa, qorxma, bugün qalib olan yalnız sənsən. Yəni, Musa əleyhissalam çox hündür boylu, qaranşın, cüssəli bir insan idi, döyüşkən bir insan idi. Gördüyümüz kimi, hətta o da Allahın Peyğəmbəri də qorxuya düşdü. Yəni, onların kahinlərin əllərindəki deməli, tarixdən, Misir tarixindən bizə məlumdur. Onlar civə deməli, maddəsindən istifadə edərək heyvan bağırsaqlarının, tutaq ki, qoyun bağırsağının içərisinə bu maddəni doldururdular və bağırsağı ilana oxşar bəziyirdilər və onun ortasından tutduqda bu ilana oxşayırdı. Yerə qızmar qumların üstünə atdıqda isə civə qızdıqda hərəkət edirdi və bu bağırsaq ilan kimi hərəkət etdiyi təəssüratı yaradırdı və insanlarda böyük qorxu, təşviş, təlaş yaradırdı ki, bununla da Musa əleyhissalam qorxuya düşmüşdür. Lakin Musa əleyhissalama Allah Teala bildi ki, əsanı yerə at. O əsasını yerə atan kimi sehirbazların uydurub düzəltdikləri bu oqqabazlıqları hamısını əsa uddu və
haqq gəldi, batil aradan getdi. Deməli, onlar, bu kahinlər Firon üçün deməli görüş təşkil edirdilər. Onlar həqiqətən də günəş və ay tutulmasını çox yaxşı, dəqiq hesablayırdılar və onlar tutaq ki, günəş tutulmasının dəqiq vaxtını bildikləri üçün həmin vaxtda cəmaatla Fironun görüşünü təşkil edirdilər və Firon cəmaata həmin vaxtı cəmaata müraciət edərək onların gözü qarşısında günəşə bat deyə əmr edirdi və onlar səcdəyə qapanırdılar və başlarını qaldırdıqda həqiqətən də günəşin yavaş-yavaş batdığının şahidi olurdular. Bununla da Fironun Allahlığına iman gətirmiş olurdular. Bu fəaliyyət gördüyümüz kimi Allahın və Peyğəmbərinin lənətlədiyi fəaliyyətdir. Bunun günah olmasının başlıca səbəbi, hörmətli dinləyicilər, bunun möcüzə effekti yaratmasıdır. Yəni, bildiyimiz kimi Allah Taala göndərdiyi möcüzə bir hadisədir ki, elə bir hadisədir ki, insanların onu təkrar etməsinə insanın qüvvəsi, nə təfəkkürü, nə idrakına sığışmayan, əlçatmaz, insan üçün əlçatmaz bir işdir. Lakin bu sehrin belə effekt yaratması insanların bu sehri möcüzə kimi qəbul etməsinə, anlamasına gətirib çıxardan bir fəaliyyət olduğu üçün haramdır. Qurana görə də sehrin bir neçə növləri vardır. Onun əsas birinci növü göz bağlayıcılıqdır. İkinci növü isə, ən əsas növü isə həqiqi sehirdir. Birinci növ sehir əsasən təlqin, hipnoz, manipulyasiya əsaslanır və insanlara aldatmaq, miraj effektinə əsaslanır ki, bunun da bəzən bu sehir fəaliyyəti bəzən insanlara hipnozla, bəzən cinlərlə, insanların cinlərlə əlaqəyə girməsi və onlardan yardım diləməsi ilə, bəzən də insanların maddələrin və cisimlərin fiziki və kimyəvi xüsusiyyətlərinə yiyələnməsi, onunla tanış olması və fizika qanunlarını, təbiət qanunlarını yaxşı bilməsi ilə ki, hansı ki, kahinlər bunu çox yaxşı bacarırdılar və bunlardan istifadə etməklə həyata keçirilən bir fəaliyyətdir ki, və insan təfəkkürü bu illüziya şoularına ki, hansı ki, müasir dövrümüzdə də bunlar həyata keçirilir geniş şəkildə, xüsusən 19-cu, 20-ci əsrlərdə bu şoular daha da geniş vüsət almışdı əvvəlki dövrlərə müqayisədə və onlar insanların ilk növbədə imanını əlindən aparmaq üçün başlıca vasitədir və haram fəaliyyətdir. Bildiyimiz kimi insana verilmiş ən böyük nemət, hörmətli dinləyicilər, xahiş edirəm diqqətlə qulaq asın. Deməli, Allahın insana bəxş etdiyi ən böyük nemət imandır. İman Allaha bizim istədiyimiz şəkildə deyil, Allahın bizə öz Peyğəmbəri və kitabında göstərdiyi sifətlərlə ona iman gətirmək və Allahdan başqa yer üzündə möcüzə göstərməyə yönəlik bütün fəaliyyətləri inkar olunmasına biz gətirdiyimiz inamdır. İman və bu imana yönəlik sehirbazlıq fəaliyyəti bu imana qarşı yönəlmişdir və bu göz bağlayıcılığı müasir dövrümüzdə də izləyən bir insanın ani olaraq imanı əldən getmiş sayılır. Həqiqətən də bizim təfəkkürümüz bildiyimiz kimi beynin ən heyrətamiz işlərindən də biri təfəkkürdür. Təfəkkürü məhsulu məlumat çevirməkdən ötürü beynin heyrətamiz bir fəaliyyətidir və bu fəaliyyət bu göz bağlayıcı illüziyaya müşahidə edən insanın təfəkkürdən beyni yorulur və bunun mənasını, bunun göstərilmə üsulunu necə alındığını tapmayanda insanın beyni yorulur, təfəkkür yorulur və bu insan qüvvəsindən uzaq olan bir iş kimi, yəni möcüzə kimi insanın təfəkkürünün qəbul etməsinə məcbur olur ki, bu da imanın yavaş-yavaş əldən getməyidir. Bəzilərindən bunu müasir dövrümüzdə də günah olduğunu başa salanda
Onlar bunu anlamaq istəmirlər. Hörmətli dinləyicilər, bu insanın ilk növbədə insanda olan ən böyük nemət olan imanı zəiflətməyə yönəlmiş fəaliyyətdir ki, və Allah Teala bunu da bizlərə qadağan etmişdir. Dövrümüzdə də biz bu müsəlman olan və Allaha iman gətirmiş olan insanlar ümumiyyətlə bu illüziyalara baxmaqdan imtina etməlidirlər. Çünki mütəmadi surətdə onlara baxmaq insanın yavaş-yavaş imanının aradan getməsinə səbəb olur. İman sabit bir şey deyildir, hörmətli dinləyicilər. İman ağıl kimi daim inkişaf etdiriləsi, möhkəmləndirilməsi vacib olan nemətdir və insan ibadətləri ilə, Allaha yaxınlaşmağı ilə, Quran oxumağı ilə və müəyyən ilahi kitabları oxumaqla və ilahi elmlərə sahib olmaqla imanını daha da dayanmadan hər gün artırmalıdır. Yoxsa iman zəifləməyə məhkumdur. İman bir yerdə sabit duran, ağıl kimi bir yerdə sabit duran bir nemət deyil. Daim insan ağlını və imanını saxlamaqdan ötürü mübarizə aparmalıdır. Lakin dövrümüzdə də insanlar bu illüziya şovlarını izləyirlər ki, bunların da günah olduğu həm Quran ayəsi, həm də Peyğəmbər əleyhissalamın hədisləri ilə sabitdir. Bundan başqa ikinci əsas sehrə gələk. Bu sehr həqiqətən də insanın həyatına və onun sağlamlığına təsiri olan sehirdir. Bunu inkar eləmək mümkün deyil. Yəni bu bir insan əgər desə ki, bu sehrin heç bir insana ziyanı yoxdur, o Quran ayələrin inkar etmiş və müəyyən qədər kafirlik həddindədir. Çünki Əl-Bəqərə surəsinin əvvəldə oxuduğum Əl-Bəqərə surəsinin 102-ci ayəsinin sonuncu cümləsində Allah Teala buyurur ki, bununla belə yahudilər yenə ər-arvad arasına nifaq salan işləri onlardan öyrəndilər. Deməli, bu işlər həqiqətən də Allah Teala'nın buyurduğu kimi, deməli, ər-arvad arasına nifaq salmaq mümkündür bu işlərlə. Bu işləri ümumiyyətlə insanlar ibtidai və sonra ali təhsil və müəyyən daha üstün təhsillər aldığı kimi bu işlərin də özünün elmi var və bu elmi öyrənirdilər. Deməli, Yahudilikdə əsas Quranda da ayədə də keçən Süleyman əleyhissalamın hakimiyyətinə dair, yəni o Süleyman əleyhissalama bildiyimiz kimi Allah Teala böyük cinlərdən ibarət böyük ordu vermişdi və bu cinlər onun üçün müxtəlif böyük məbədlər, saraylar, qəsrlər və böyük yemək pişirməkdən ötürü böyük daş qazanlar hazırlayırdılar və onlar bütünlüklə Müsəlman Peyğəmbərin itaəti altında idilər və onlar da müəyyən tilsim duaları o zamanlar həqiqətən də insanlar arasında, yahudilər arasında yayılmışdı və onların da əleyhinə Allah Teala onlardan qorunmaq üçün Harut və Marut adlı yer üzünə 2 mələk göndərmişdi. Bunlara dair kitablar, deməli, bildiyimiz kimi masonluq, sonradan mason təşkilatına çevrilmiş bir hərəkat var idi. Fransız tampirliləri, onlar 1-ci səlib yürüyüşü zamanı 1097-ci ildə Qüdsə hərəkat etdilər və səlibçilərdən ayrılaraq Qüdsdə Süleyman məbədinin arxadan altını qazıyaraq oradan müəyyən şeylər uğurlayıb aparmışdılar ki, onun da içərisində həmin tilsim kitablarının olmağı da ehtimal olunur. Yahudilər bu işlə zaman-zaman geniş surətdə məşğul olmuşlar və bildiyimiz kimi bu iki sehrin, bu iki növünün biri durmadan elm və texniki tərəqqi nəticəsində inkişaf etmişdir. Bu gözbağlayıcılıq sehrinin göstərilməsində lazım olan texniki vasitələrin elmin inkişafı nəticəsində daha da genişləndirilmiş və 19-20-ci əsrdə, artıq 21-ci əsrin əvvəllərində çox böyük bir cisimlərin, hətta qatarın, böyük yük maşınının belə örtük salınaraq altında yoxa çıxardıldığının da biz televiziyalarda şahidi olmuşduq və üstündən 4-5 il keçəndən sonra bunların necə sadə üsullarla həyata keçirdiyinin aşkarlanmasının da biz yenə şahidi olurduq. Deməli, həmin 5 il qabaq
ondan qabaq göstərilən illüziyanın insana nə xeyri olmuşdur əgər sualını versək, insana heç bir bunların xeyri yoxdur və onlar insanın həmin zamanda imanının əldən getməsinə səbəb olan günah vasitələrdir. Lakin həqiqi sehr bu belə olmamışdır. Yüzillər boyu həqiqi sehrə qarşı, cadugərliyə qarşı mübarizə aparılmışdır. Avropada bu İslam ölkələrinə nisbətdə daha kəskin həyata keçirilmişdir. Onları inkviziya məhkəmələrində tonqala atıb yandırırdılar. Hətta bir-birinə düşmən olan insanlar bir-birinin evlərinə müxtəlif cadugərlik alətləri atırdılar ki, bunun da nəticəsində onlar tonqala atıb yandırılırdı. Hətta Avropada bu iş o qədər irəli getmişdi ki, solaxay insanları belə cadugərlikdə ittiham edib onları da bəzən yandırırdılar. Bu iş göründüyü kimi yüz illərlə ona qarşı mübarizə nəticəsində bu sehri etmək, bu sehri elmi daha doğrusu zəifləməyə başladı və günümüzdə bunlar nə qədər olsa da əvvəlkilərdən daha zəifdirlər. Bu sehir həqiqətən də insanın birbaşa ölümünə də edilə bilər. Ər-arvad arasında həm nifaq salmaq, həm də onları barışdırmaq üçün edilə bilər ki, Peyğəmbər Əleyhisselamın dövründə bir qadın Peyğəmbərə yaxınlaşdı və dedi ki, ya Peyğəmbər, mən yoldaşımla aramı düzəltməkdən ötürü bəzi işlər görmüşəm. Peyğəmbər Əleyhisselam onun nə dediyini bildi və dedi ki, sənə bütün göyün mələkləri lənət oxuyur və o qadın bu işdən tövbə etdi və buradan da görükür ki, həmin işi törədən, bu işi əməli yerinə yetirən sehirbaz, cadugər birbaşa kafirdir və onun yanına gedən də, əfsus ki, dövrümüzdə də bunların eşidirik və hətta bəziləri falçıların yanına gedənlərin oxumuş akademik səviyyədə təsəvvür edin ki, təhsili olmuş insanların belə bunların yanına gedib bunlardan mədət umduqlarının şahidi oluruq. Bu təhsil haqqında Peyğəmbər Əleyhisselamdan çoxlu hədislər vardır. Bəzi hədislərdə Əhl-i-Sünnə hədis kitablarında olan, hətta bir qadının Peyğəmbər Əleyhisselama cadu etdiyinin və Peyğəmbər Əleyhisselam bundan xəstələnib yatağa düşdüyünün də biz hədisdə şahidi oluruq. Lakin bəzi hədislərdə, Əhl-i Beytdən gələn hədislərdə bu inkar olunur. Çünki Peyğəmbər Əleyhisselam Allahın birbaşa qoruması altında idi. Ona görə ona bu təsirin keçməyi inkar olunurdu. Bu sehir həqiqətən də Əl-Bəqərə surəsinin 102-ci ayəsində göstərdiyi kimi ərlə arvad arasında həm barışdırıcı, həm də nifaq salma deməli təsirinin olduğu təsdiq olunur Allah tərəfindən. Onun inkar olunması bizə birbaşa Quran ayəsinin inkarı ilə nəticələnəcəkdir. Lakin söhbət nədən gedir? Bu təsir həqiqətən realdır. Lakin onunla məşğul olmaq, ondan uzaq durmaq tövsiyə olunur. Bu onunla məşğul olmaq və həmin insanların yanına gedib onlardan mədət ummaq isə böyük günahlardan hesab olunur. Bundan qorunmaq yolları da əfsus ki, batil inanclara inanmaq şəklində bəzən həyata keçirilirdi. Yəni bu inanc olduqca, məsələn, insanlar uşaqlarına və yox özlərinə göz bağlayıcı qollarına taxırlar, qapıların ağzına atnalı, üzərlik otu, heyvanın kəllə sümüyü, buynuzundan istifadə etməklə bunlardan uzaqlaşmaq istəyirlər ki, təsəvvür edin ki, hörmətli dinləyicilər, yəni bunu ətrafınızda da şahid olmuşsunuz. Bir heyvanın başından və buynuzundan mədət ummaq nə dərəcədə ağıllı bir işdir ki, bir insan Allaha iman gətirsin və heyvanın kəlləsindən, onun atın nalından, bir dəmir metalından mədət umsun. Bunlar küfürdür. Bunlar Allaha imanla bir araya sığa bilməz və bunlar Peyğəmbər tərəfindən lənətlənmiş işlərdir. Əksinə, Allah Teala bizə bu təsirin olduğunu, real olduğunu həqiqətən də bizə bildirir və ondan qorunmaq üçün Allah Teala Quranın sonuncu surələri var. 113-cü surə Fələq surəsi, Sübh surəsi və 114-cü surə Nəs surəsində bunlar müəvvizətin adlanır. İki qoruyucu
surə adlanır. Allah Teala bu surələri və Peyğəmbər Əleyhisselamın hədislərində gəlmişdir ki, İxlas surəsinin, tutaq ki, Əl-Bəqərə surəsinin 255-ci ayəsi olan Ayət-el Kürsünü və müxtəlif surələri oxunmaqla və bu oxunmaqda ki olan sözlərə deyil və bu oxumaqda Allah Teala bizə Allaha yönəlməyi və Allaha sığınmağı tövsiyə etmişdir. Tutaq ki, 113-cü surədə Fələq surəsində Allah Teala Peyğəmbərə buyurur ki, ya Peyğəmbərdir, pənah aparıram sübbün Rəbbinə yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, düyünlərə üfürən qadınların şərindən, bir də paxıllığı tutanda paxılın şərindən. Gördüyümüz ki, Allah Teala burada bir çox şərləri gedir, hətta zülmətə bürünməkdə olan gecənin şərindən deyir, çünki dədə babadan bu şər qarışan vaxtı hesab olunmuşdur. Bu zaman qaranlıq tamamilə düşmədiyi üçün hətta bir çox qəzaların bu vaxt daha çox törənməsi mümkündür ki, işıq qaranlığı yara bilmir. Bu da həmin şərlərdəndir ki, əvvəl qədim zamanlarda uşaqları belə həmin zaman evin içərisinə salırdılar. Bundan başqa düyünlərə üfürmək burada keçir. Qadınlarla deməli Ərəbistan yarımadasında əsasən sehrbazlıqla qadınlar məşğul olurdular və onlar iplərə müəyyən bəddualar oxuyaraq düyün vururdular və əfsun oxuyurdular ki, Allah Teala həmin qadınların da şərrindən Allaha sığınmağı və paxıllığı tutanda deməli onun da insanlara müəyyən qədər zərər yetirməyinin real olduğunu və haqq olduğunu Allah Teala təsdiq etmiş olur və bizlərə anladır ki, bunlardan ötürü ey insan, cahillik etmək lazım deyil. Heyvanın atın nalından, kəllə sümüyündən, heyvanın buynuzundan istifadə etmək yox. Bu əməllərdən yalnız imanla, güclü imanla Allaha sığınmaq lazımdır ki, Peyğəmbər Əleyhisselam da hədislərində buyurmuşdur ki, müminin imanı nə qədər güclüdürsə, ona bu işlər daha az təsir edəcəkdir. Bu müəyyən qədər bu təsirlər həqiqətən də var və biz onlardan uzaq durmalıyıq. Deməli, falçılar barədə də bildirək, yəni fala baxmaqda bu qəbildən olan böyük günahlardandır. Əfsus ki, dövrümüzdə də, müasir dövrümüzdə də insanların falçı yanına getdiyinin şahidi oluruq. Falçı qeybi bilməz, qeybi bilən Allahdır. Peyğəmbər Əleyhisselam falçının yanına getməyi, falçılıqla məşğul olmağı deyil, hörmətli izləyicilər. Bu dövrümüzdə də geniş yayılıb bu günə. Ona görə buna diqqətlə qulaq asaq. Peyğəmbər Əleyhisselam buyurur ki, falçı yanına getmək mənə və məndən əvvəlkilərə nazil olmuş bütün müqəddəs kitabları inkar etmək kimidir. Yəni, falçı yanına getmək Allahdan yox, falçıdan mədət ummaqdır. Yəni, insan bu dünyaya sınaq üçün, imtihan üçün gəlmişdir. Bir insan bir problem qarşısında onu həll etmək, yollarını axtarmaq əvəzinə falçı yanına gedir. Halbuki bir insanın Allah yanında dəyərini müəyyənləşdirən başlıca amillərdən biri onun problemlər qarşısında necə mübarizə aparması və bu mübarizədə göstərdiyi əzm və iradədir. Əksinə onlar falçı yanına gedirlər və falçıdan mədət umurlar. Bəzən bunlar həqiqətən də oxumuş insanlardır. Nə qədər olsa da bu cahilliyin, yəni dini məlumatın olmaması və yaxud da olub da ona əməl etməməsi sayəsindədir ki, bu da böyük günahlardan biridir. Bundan başqa bürclər haqqında, batil inancılar haqqında danışdıq və mütləq bürclərə toxunmalıyıq. Çünki bürclərə zamanımızda, dövrümüzdə də olan iman falçılara yanına getməkdən dəfələrlə çoxdur. Statistik məlumata görə dünya əhalisinin hər 2 nəfərindən biri bürclərə inanır və onunla maraqlanır. Əfsus ki, bu insanlarla, milyonlarla bu insanların bir qismi həqiqətən də müsəlmanlardır və həmin müsəlmanlar ki, Allaha iman gətirmişlər, onlar namaz qılırlar və axirətə, qəza qədərə iman gətirmiş bir müsəlmanın
Bürcə, yəni ulduz topalarının zodiak sözü Yunan sözündə heyvan deməkdir və yalnız 12 bürcə inanmağı, halbuki Beynəlxalq Astronomiya İttifaqı göy səmasında 88 bürc olduğunu hələ indiyə qədər kəşf etmişlər və bunlardan yalnız 12-sini götürmək və bunları heyvan adları ilə adlandırmaq və onları topa adlandıraraq topa görünüşündə, heyvan fiquru görünüşündə insanların həyatına, taleyinə, onların gələcəyinə təsir etmək gücündə olduğuna inam təşkil edir ki, bu da küfürdür və müasir insanlarımız belə bəzən buna inanırlar. Bu, Allahla imana birbaşa sığmayan hərəkətdir. Topa sözü ümumiyyətlə, hörmətli dinləyicilər, yaxınlığı ifadə edir. Heç bir uzaq bu şeyə, topa deyilmir. Yəni, bu ulduzlar biz elm sayəsində biz bilirik ki, bizə yaxın olan, ən yaxın olan ulduz Günəşdir. Günəşin şüası 8 dəqiqədən sonra yerə çatır. Əgər Günəş özü hər hansı bir vaxt olmasa və onun şüaları 8 dəqiqə yerə gəlib çatmaqda davam edəcəkdir. Həmin bizim gördüyümüz ulduzların bəziləri bu dəqiqə belə biz göyə baxdıqda biz onları görürük. Halbuki ola bilsin ki, onlar mövcud deyirlər. Onlar min illər qabaq sönüb getmişlər və yaxud da qara dəliklər tərəfindən udulub getmişlər. Lakin onlar bizdən 100 illərlə işıq ili məsafəsində yerləşirlər. Bildiyimiz kimi ən böyük sürət saniyədə 300 kilometr olan işıq sürətidir və kosmik fəzada sürət işıq ilinə əsaslanır və bizdən 100 illərlə işıq ili uzaqlığındadırlar və onlar yalnız bizim rakusumuzdan, bizim baxışımızdan topa halında görsənirlər. Səmanın başqa yerlərindən isə başqa cür görsənirlər. Bu kosmik çəkilişlərlə də bizə müəyyən kanallardan görürük biz bunu və bunun əvvəlki bütpərəst inancında buna inanmaq və insanın taleyinə düzdür. Bu, deməli, ulduzlarda baş verən hadisələrin, ulduz toqquşmaların, onlarda baş verən partlayışların insanın yerə birbaşa təsiri, insanın fiziki sağlamlığına təsiri, onun ruhuna təsiri danılmazdır. Bunu təbabət də elmdə təsdiq edir. Lakin söhbət ondan getmir. Söhbət insanın həyatına, onun fəaliyyətinə, gələcəyinə, kiminlə evlənməsinə, kiminlə evlənməməsinə, xarakterlərinin və xasiyyətlərinin uyuşub-uyuşmamasına inamı özündə ehtiva edir ki, bu da küfürdür. Lakin bildiyimiz kimi burada incə bir məqam var, hörmətli dinləyicilər. Bu da ondan ibarətdir ki, bəzilərini çaşdıran odur ki, müəyyən insanların həqiqətən də xarakterləri, taleyləri, eyni tutaq ki, ay altında doğulmuş insanların xarakterləri, xüsusiyyətləri bir-birinə uyğundur. Bunu din inkar etmir. Peyğəmbər Əsəlamın və onun canişinlərindən bizdə gəlib çatan hədislərdə həqiqətən də bu təsdiq olunur. Yəni, ayların sayı Allah qatında 12-dir. Bu Quran ayəsidir. Bunu Allah yaratmışdır və Allahın 12 ayın içərisində müəyyən ayda doğulan insanların xarakter və xüsusiyyətlərinin bir-birinə uyğunluğu birbaşa ilahi təqdirdir ki, biz ona iman gətirmişik və bu imanı aparıb ulduz topalarının, hansı ki, onlar topa sözü də yalandır. Hörmətli izləyicilər, bunu hər bir elmli kəs bilir ki, topa sözü yaxınlığı ifadə edir və bu yalandır. O ulduzlar topa deyirlər və heyvana da bənzəmirlər və bu bütpərəstlik, deməli, Yunanlar və Çinlərdən gələn bütpərəstlik inancını bugünkü gündə müsəlman yaşadır və Allaha ibadət edə-edə namaz qıla-qıla bu bürclərə inanır və ləzzətlə onlara qulaq asır. Hansı ki, mənim yadımdadır, 90-cı illərdə qəzetlərin bu barədə tüğyan etdiyi vaxtında sonralar bəzi redaktorlar həqiqətən də mətbuatda etiraf edirdilər ki, biz o vaxtı tələsik bunları stolüstü səhər-səhər işə gələndə stolüstü tələsik olaraq yazırdıq. Deməli, 90-cı illərdə təsəvvür etsək ki, insanlar krosvordu və bunları, qoroskopları olduqca indi də bu azalmamışdır, hətta geniş vüsət almışdır. Bunu deməli, çox
maraqla izləyirlər və təsəvvür edin ki, insanlar onu tələsi öz yazılarında yazıb dərc edirdilər və insanlar da buna inanıb öz talihlərini və fəaliyyətlərini kiminlə münasibət qurmağını bu ulduz qoroskoplara görə müəyyənləşdirirdilər ki, bu da küfürdür və belə inanclardan uzaq durmaq lazımdır və istər sehirlə, istər gözbağlayıcılıqla, istər falçılarla, istərsə də ulduz falına inanmaqla, bürc falına inanmaqla bu işlərdən mədət ummağa, həyat fəaliyyətimizi bu istiqamətdə yönəltmək böyük günahdır və bu işlərdən biz çəkinib Allahın böyük günahından uzaq olmağı hər kəsə diləyirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.